Paytaxtda 4-cü vergi və mühasibatlıq zirvəsi təşkil olunub. Tədbir dövlət və özəl sektor nümayəndələrini, maliyyə və vergi sahəsinin aparıcı mütəxəssislərini bir araya gətirərək mühüm platforma rolunu oynayır. Bu il zirvə hansı mövzulara həsr olunub? Daha ətraflı məlumatı bizə əməkdaşımız Fidan Mədətova çatdıracaq. Salam Fidan, buyur, söz səndə. Hər bir şirkətin daxil siyasətinə uyğun olaraq bu... Salam, arvadınız xeyir olsun. Bəli, sizin də qeyd elədiyiniz kimi bugün Bakıda artıq 4-cü vergi və mühasibatlıq zirvəsi keçirilir. Bir daha vurğulayırıq ki, bu zirvə artıq sadəcə 4-cüdür və bu da o deməkdir ki, artıq bu kimi zirvələr ənənə halını alıb. Eyni zamanda bu məqamı da vurğulayaq ki, vergi və mühasibatlıq zirvəsi artıq illərdir mühasibatlıq, vergi, eyni zamanda maliyyə istiqamətində sualların müzakirə olunduğu, eyni zamanda aparıcı mütəxəssisləri bir araya gətirən bir platforma rolunu oynayır. Bəs bu ilki vergi və mühasibatlıq zirvəsini ötən ilkilərdən fərqləndirən cəhət nədən ibarətdir, nə qədər iştirakçı var və bu il hansı istiqamətdə məsələlərin müzakirəsi nəzərdə tutulur? Həmin detalları elə tədbir təşkilatçılarından olan Teymur Əşrəfdən işləyəcək. Salam Teymur bəy, sizdən işləyəcəkləri buyurun. Bu ilki tədbirimiz əvvəlkilərdən fərqli olaraq fərqli bir konsept mesajdan çıxış edir, yəni ki, bahalı səhvlər. Bunun da bu konsept mesajın seçilməsi də ondan ibarətdir ki, indiyə qədərki dövrdə biz daha çox uçot yönümlü danışırdıqsa, indi isə uçot səhvlərini qabardaraq iştirakçıların marağına səbəb olmağa çalışırıq və bu istiqamətdə sahənin peşəkarları, spiker və moderator kimi qoşulublar. Eyni zamanda dövlət qurumlarının, xüsusilə mən burada İqtisadiyyat Nazirliyi yanında dövlət vergi xidmətini vurğulamaq istəyirəm. Nümayəndələri, iştirakçıları maraqlandıran, onların aktual hesab elədikləri suallara cavab verirlər ki, yekunda öz işlərini günün tələbinə uyğun qura bilsinlər. Tədbirimizdə ümumilikdə 500 nəfərdən çox iştirakçı var və bu da sahənin mütəxəssislərini əhatə eləyir, çox böyük bir göstəricidir. Və bu ilbəil artan bir templə gedir ki, bu da bu tip tədbirlərə, maarifləndirmə tədbirlərinə peşəkarların marağının artmasını göstərir. Təşəkkür Teymur bəy, çatdığınız detallı informasiyalara görə və belə bir daha vurğulamaq istəyir ki, məhz 4-cü vergi və mühasibatlıq zirvəsi öz sürəti ilə davam edir və məhz bu ilki zirvəni ötən ilkilərdən fərqləndirən cəhətlər nədən ibarətdir? Eyni zamanda nə qədər iştirakçı var və bu il tədbirdə hansı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur? Konsept mesajından çıxış eləyərək elə həmin istiqamətləri sizlə bölüşməyə çalışdıq. Bizdə son detallar bu qədər idi. Söz yenidən sizə ötürürük. Təşəkkürlər Fidan. Son günlər sosial